Şəxslərin aşağı salınması üçün yaradılmış hökumət komissiyası aprel ayına qədər konkret nəticə təqdim edəcək. Bu vaxta qədər isə bir neçə görüş keçiriləcək. Hökumət administrasiyasında artıq iri şəbəkə marketlərin nümayəndələri ilə görüş baş tutub. Məqsəd biznes azadlığını qorumaqla yanaşı ərzaq məhsullarının yüksək qiymətləri problemini həll etməkdir. Komissiyanın fəaliyyətini müxalifət partiyalarının nümayəndələri qiymətləndirir. Vahid Milli Hərəkat məhsul qiymətlərinin artmasına görə məsuliyyəti Gürcü arzusunun üzərinə qoyur və çıxış yolunu hakimiyyətin və mövcud siyasətin dəyişdirilməsində görür. Georgi Qaxaryanın partiyasında isə ümid edirlər ki, gedən proseslər yalnız bizneslərin yenidən bölüşdürülməsinə xidmət etməyəcək və hökumət və parlament komissiyaları real nəticə verəcək. Hökumətin Effektivlik Departamenti 2025-ci il üzrə hesabatını dərc edib. Sənəddən məlum olur ki, ötən il dövlət proqramları və satın almalar hesabına büdcə xeyrinə 67 milyonlardan çox vəsaitə qənaət edilib. Eyni zamanda hesabata görə 2026-cı ildə dövlət satın almaları modeli dəyişir və ağ-siyahıya düşmək üçün yeni meyarlar tətbiq olunur. Xüsusilə dövlət satın almalarında və ya tenderlərdə iştirak edən şirkətlərin təqdim etməli olduqları bank zəmanətləri 2029-cu ilə qədər mərhələli şəkildə artırılacaq. Daha bir yenilik isə iri dövlət satın almaları həyata keçirəcək yeni mərkəzləşdirilmiş satın alma qurumunun yaradılmasıdır. Bu isə o deməkdir ki, təşkilatlar artıq özləri tender elan etməyəcək və satın alma prosesini tam şəkildə həmin qurum idarə edəcək. Tbilisi meriyası vandalizmlə bağlı qanunvericiliyin sərtləşdirilməsini planlaşdırır. Buna səbəb son dövrlərdə paytaxtda binaların fasadlarının zədələnməsi hallarının artmasıdır. Qaxaq Alacenin hökumət iclasında bildirdiyinə görə son vaxtlar məqsədli şəkildə 5000-dən çox bina və tikilinin görüşünə zərər vurulub ki, bu da büdcəyə milyonlarla lari ziyan vurub. Bu problemin həlli üçün Tbilisi meriyası Daxili İşlər Nazirliyi ilə aktiv əməkdaşlıq etməyi planlaşdırır. Oktyabrın 4-də Atoneli Saray yaxınlığında baş tutmamış çevrilişi işi üzrə saxlanılan şəxslərin Pata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Pata Mançkaladze, Laşa Berici, İrakli Şayşmelaşvili və daha 5 nəfərin məhkəmə prosesi keçirilir. İclasda sübutlar araşdırılır və 2 ekspert dindirilir. Müdafiə tərəfi təqsiri inkar edir. Prokurorluq isə video və ekspert rəylərinə əsaslanır. İthamlar 9 ilədək həbs cəzasını nəzərdə tutur. 7 noyabr hadisələrinin dağıdılması və Teleimedi telekanalına basqın işi üzrə məhkəmə prosesində bugün təqsirləndirilən keçmiş prezident Mikhail Saakashvili iştirak edəcək. Onun vəkili Georgi Çalacenin bildirdiyinə görə Saakashvili məhkəmədə çıxış edəcək və şahidlər dindiriləcək. Hazırda iş ittiham tərəfinin şahidlərinin dindirilməsi mərhələsindədir. Saakashvilidən başqa onun hakimiyyəti dövründə keçmiş yüksək vəzifəli şəxsləri David Gezerashvili, Gigi Ugulava, Vano Merabishvili və Zurab Adeyishvili də təqsirləndirilənlər arasındadır. Daxili İşlər Nazirliyinin əməkdaşları sağlamlığa qəsdən az ağır xəsarət yetirmə ithamı ilə 2004-cü il təvəllüdlü şəxsi saxlayıblar. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində soyuq silahdan istifadə edərək 1981-ci il təvəllüdlü şəxsə çox saylı bıçaq xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Yaralanan kişi müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Polis operativ və istintaq tədbirləri nəticəsində cinayət törətdikdən qısa müddət sonra bir nəfəri təqsirləndirilən şəxs qismində saxlayıb. Cinayət 4 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Daxili İşlər Nazirliyinin əməkdaşları sağlamlığa qəsdən ağır xəsarət yetirmə ithamı ilə əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü şəxsi saxlayıblar. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Bakuriyəndə mübahisə zəminində soyuq silahdan istifadə edərək 1995-ci il təvəllüdlü şəxsi yaralayıb və hadisə yerindən qaçıb. Yaralanan şəxs klinikaya yerləşdirilib və ona müvafiq müalicə aparılır. Hüquq mühafizə orqanları aparılan istintaq tədbirləri nəticəsində şübhəli şəxs Kobuleti bələdiyyəsi ərazisində saxlayıblar. Cinayət 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
ABŞ-ın prezidenti bildirib ki, NATO'nun baş katibi Mark Rutte ilə məhsuldar görüşdən sonra Qrenlandiya və bütövlükdə Arktika regionu ilə bağlı gələcək razılaşmanın çərçivəsi formalaşıb. Donald Trump'ın sözlərinə görə o, fevralın 1-dən qüvvəyə minməli olan tarifləri tətbiq etməmək qərarına gəlib. Daha sonra Trump izah edib ki, Qrenlandiya ilə bağlı gələcək razılaşmanın çərçivəsi ABŞ-ın istədiyi bəndləri nəzərdə tutur. Bundan əvvəl yanvarın 17-sində Donald Trump sosial şəbəkədə yazmışdı ki, Qrenlandiya məsələsinə görə Danimarka, Norveç, İsveç, Fransa, Almanya, Böyük Britaniya, Niderland və Finlandiyaya 10%lik tariflər tətbiq edəcək. Bu qərar 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməli idi. Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ prezidenti ilə NATO'nun baş katibi arasında görüş keçirilib. ABŞ prezidentindən Qrenlandiyanın münasib qiymətə alınmasının mümkün olub-olmadığı soruşulub və Trump bu suala müsbət cavab verib. Öz növbəsində Mark Rutte NATO'nun üzvü olan ölkələrin müdafiə xərclərinin artırılmasına verdiyi töhfəyə görə Donald Trump'a təşəkkür edib. Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange bildirib ki, ABŞ ilə Avropa İttifaqı arasında ticarət sazişinin dayandırılmasına alternativ yoxdur. Lange'nin sözlərinə görə ABŞ Avropa İttifaqına üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini hədələməklə ticarət münasibətlərinin sabitliyini və proqnozlaşdırıla bilməsini sarsıdır. Xatırladaq ki, Avropa Parlamenti üzvləri Donald Trump'ın Qrenlandiyanın ələ keçirilməsi planına qarşı çıxan ölkələrə 10%lik tariflər tətbiq edəcəyi ilə hədələməsindən sonra ABŞ ilə Avropa arasında ticarət sazişinin ratifikasiya prosesini dayandırıblar. Rusiya prezidenti Sülh Şurasına üzvlük məsələsi ilə bağlı qərarını yalnız Xarici İşlər Nazirliyi təqdim olunan sənədləri araşdırdıqdan və strateji tərəfdaşlarla məsləhətləşmələr apardıqdan sonra açıqlayacaq. Vladimir Putinin sözlərinə görə Rusiya ABŞ-da dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları Sülh Şurasına verə bilər. Paralel olaraq Donald Trump bildirib ki, Vladimir Putin onun təklif etdiyi Sülh Şurasına qoşulmağa razılıq verib. Belqradda su polosu üzrə Avropa çempionatı davam edir. Gürcüstan-Türkiyə oyunu millimizin qələbəsi ilə 14-11 hesabı ilə başa çatıb. Türkiyə yığması Gürcüstan millisi üçün F qrupunda son rəqib olub. Cari Avropa çempionatında Gürcüstan yığması ikinci qrup mərhələsində İtaliya və Rumeniyaya uduzub. Gürcüstan millisi çempionatında daha bir oyun keçiriləcək. 9-cu yer uğrunda komandamız Fransa yığması ilə qarşılaşacaq.